Qanlı hadisə mayın 3-də saat 20 radələrində baş verib. Nərgiz Babayevanın bıçaqlanması ilə bağlı həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini Lətif Babayev tutulub. Məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, vəziyyəti normal qiymətləndirilir. Mən orada demişəm ki, sizin başınızda mən oyun açacağam. Sizin başınızda oyun açacağam. Siz nə üçün o uşağı aparıb qoyumsunuz ya? Son bədəndə xəsarət verir, Ha, yox, mən nə deyir? Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Nərgiz Babayeva bu addımı atan zaman uşağın atası ilə məsləhətləşməyib. Mənə deməmiş ki, Allah haqqı, mən işdə olmuşam. Mənə deməmiş ki, ağaya qoyular maçdağıya. Anasına neçə dəfə götdüm, gəldim, dedim ki, belə-belə, nəyə qoymuşsan da, mənim uşağımı nə üçün qoymuşsan? Yaxşı, deyirlər ki, görsən, içənsən, cəminləsən, beləsən, yox, dedim, içdib, içmədim, mənə bir deyərəm, mənə də deməsin ki, bacıma da bir məsləhət bilərəm də, deyərəm ki, mən uşağımı niyə söyləmişəm də, aparıb qoyuram ora. Lətif Babayevin keçmiş sevgilisinin ya bıçaqladığı isə araşdırmaların yekununda məlum olacaq.